Salam dostlar, dəyərli izləyicilər, mən Yılmaz. Bugün sizə evdə necə pulsuz və səmərəli məşq edəsiniz, onun haqqında məlumatlar verəcəm. Kanalımıza abunə olun və daim izləmədə qalın. Dostlar, sizi alətlərimlə tanış edəcəm. Özüm şəxsən evdə özüm düzəltmişəm. Bu adi stoldur, hər kəsdə olan. Bu armaturdur. Bu armaturdur. Üstünə hardasa bir dənə baçok kəsmişəm. İçini betonla doldurub içini sabitləmişəm. Hardasa belə 20 kilo yaxın gəlir. Bu özünün balaca dumbbellıdır. Hardasa biraz zədə zad görüb, indi idman deyəndə biraz çarpmışam elə görürüm, amma bu da bir 12 kilo olar. Bu da yəni yaxşıdır başlanğıc üçün. Bu da dostlar özümüz stoldur, çox işimə yarayıbdır. Yəni ki, çox faydalı bir şeydir. İdman özü bizim sağlamlığımız üçün və gələcəyimiz üçün daim yaxşı bir şey olubdur. İdman həm fiziki görünüşü, həm də daxili gözəlliyini çox dəyişə bilir. İdman məncə çox süper bir şeydir. İndi dostlar ətraflı hər şeyi göstərəcəm və başlamaq üçün necə idman edəcəyik, onun haqqında danışacağım. Dostlar, birinci, yəni isinməmiz olmalıdır. İsinməsiz idman yəni elə bir fayda vermir, çünki gələcəkdə qollara travmalar, yəni pis bir şeydir. Elə birinci isinməmizi keçir. Tuturuq dumbbellımızı belə, qolumuzu açırıq, belimizi dik tuturuq belə. Sonra belə eləyirik, hər qol hardasa 3 dənə eləyirəm ki, yəni sonra ağır məşq eləyəndə bundan isinmiş olur. Dostlar, isinməmizin ikinci mərhələsi olaraq yerdə jimnastik. Bu da yəni başlamaq üçün çox ideal bir hərəkətdir. Yəni sinə, bel, qolları qəşəng işlədir. Kesin göstərir nətəndir. Yəni başlanğıclar sonra bilmiyorum. Aşağı əyilirik. Biraz qabağa gəlirik. Belimizi belə qaldırırıq. Sonra qolumuzu 5 dərəcə açışda 90 açılır. 90 açanda elə bir faydası olur. Sonra belə 10 dənə. Bir de onu deyim ki dostlar, yəni idmandan qabaq litr yarım 2 litr su içmək lazımdır ki, əzələ yanmasın, əzələni hissləmək lazımdır, yəni yoxsa o idman yaxşı olur. Həm də ki, tez-tez o idmanlardan qaçsın da, yəni başlanğıc səviyyəsi yavaş-yavaş olmalı ki, ağrını hiss edəsən. Bütün əzələləri dartılma hissini hiss etmək lazım, yoxsa idman elə çox böyük fayda vermir. İndi dostlar, normal biceps üçün olan idmanlarımıza keçərək. Çox süperdir. Götürürüz dostlar dumbbellı. Düz belə, gəldiniz belə. Tik durursunuz. Tik, yəni beldən belə dəstək almışsınız da yəni. Məsələn başlayısan belə eləmişsiniz. Belə eləyəndə yəni sən belə işləyirsən. Qol işləməlidir. Bu tabi tutursan, bədəni belə tutursan. Sonra bədəni yerləşdirmək şərti ilə belə. Sonra keçsiz dostlar obsi qola. Bu qol biraz istirahət edir. Biraz dincəlir. Sonra keçsiz obsi qola. Sonra dostlar, kaldığımız yerden 10 kolu təzdən keçiririk yine. Hər qola 5 gedirik.
Dostlar, növbəti qol hərəkətimiz üçün götürdük buna qəşəng. Qollarımızı normal hizaladıq, qəşəng, normal. Sinəmizi qabağa, biraz beynimizi belə əyri fason belə tuturuq. Biraz qollarımızı yaxınlaşdırıb. Sonra qəşəng. Qəşəng bisepsə belə. 1, 2, 3. Yəni belimizi oynatdıq. 4, 5, 6, 8, 9. Dostlar, bunu da hardasa 3-10 təkrarlayırıq. Qəşəng faydasını görürük. Bu da çox güzel idmandır. Yəni biceps üçün, ön qol üçün məncə çox güzel. İkinci idmanımızda da çiyin, yüngül bel, bir də bu sinənin önü üçün çiyin, trapezlər, bir də arxa bel üçün qəşəng bir idmandır. Bu da estetik və fiqur adamı göstərir. Keçən idmanımıza çox danışmayaq. Belə tutduq. Heç ağırlığı tutdunuz belə, normal. Gətiririz belə. Gətiririz başın da ağır belə. Çiyinə dəyir, qalxır. Dəyir, qalxır. Dəyir, qalxır. Dostlar, bu da çok süper bir idmandır. Yani bunu da yani bir 3 seti de 10 tekrar, 5 tekrar yani faydasını göreceksiniz. Yani bu da çok süper bir idmandır. Şimdi bilək idmanına keçmək istəyirəm. Ağırlığı götürürsünüz. Yani bilək olmazsa olmazdır. Çünkü bilək qol nə qədər güclü olsun, biləyin olmazsa yani bu ağırlıq qaldırmada yox sanırsan. Bu dərəcədə bilək də yani çox əhəmiyyətlidir. Çünki ağırlıq idman yerində əsas güclərdən biri belə olduğu üçün biləyi də çox gözükür. Yəni biləyimizi də inkişaf etdirmək lazımdır. Bunun üçün çox süper bir idmanımız var. Əydirik belə. Qollarımızı belə tuturuq. Yəni ağırlığı 2 qolla belə eləyirik belə. İstəsiniz qolu biraz qabağa eləyib, biraz da təzyiqi artıra bilərsiniz. Bu da biləyimiz çox süper bir idmandır.